Sosial şəbəkələrdə təhqir və böhtan faktını sübut etmək üçün hansı vasitələr sübut rolunu oynaya bilər? Məsələn, ekran şəkli burada sübut hesab oluna bilirmi? Sözsüz ki, mən tövsiyə edərdim ki, bu tip hallarla qarşılaşan şəxslər ilkin olaraq həmin o sübutları ekran qeydi vasitəsilə çalışdıqları qədər mühafizə etməyə çalışsınlar. Çünki sonradan beləcə bunun sübut qismində toplanmaması məhkəməyə müraciət etdikləri təqdirdə qarşı tərəf onu informasiya ehtiyatından artıq götürdükdən sonra öz tələblərini, öz şikayətlərini başqa cür sübuta yetirə bilməyəcəklər. Amma məhkəməyə həmin beləcə ekran şəkilləri sübut qismində təqdim olunsa belə, yenə də məhkəmələr beləcə kompüter texniki ekspertizaların təyini vasitəsilə həqiqətən də həmin informasiyanın, həmin o informasiya resursunda paylaşılıb-paylaşılmadığını yoxlamalıdırlar. Niyə görə? Çünki ola bilər ki, bugün süni intellektin inkişaf etdiyi dövrdür. Ola bilər ki, bir şəxs digər şəxsin bu tip cinayət əməllərinə yol verməsi ilə bağlı süni intellekt vasitəsilə və yaxud digər tətbiqlər vasitəsilə beləcə saxta sübutlar toplaya bilər, hazırlaya bilər. Bunun yoxlanılması üçün mütləq qaydada ekspertizanın, məhkəmə texniki ekspertizasının, kompüter texniki ekspertizasının təyin edilməsi zəruridir.